Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Bugünkü qonağımız Azərbaycanda ilk şəxsi inkişaf mərkəzinin rəhbəri Səbinə İbrahimlidir. Xoş gəlmisiniz Səbinə xanım. Xoş gördük Elnara xanım. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Səbinə xanım, gəlin suallarımıza keçək. İlk sualımız Səbinə İbrahimli kimdir? Hər şeydən əvvəl mən bir insanam və həyatımı insanları tanımağa sərf edən bir insanam. Eyni zamanda bütün öz daxilində mən kiməm sualının cavabını axtaran insanlara öz cavablarımla dəstək olan bir şəxsəm və biz buna bu sahədə şəxsi inkişaf mentoru deyirik. Səbinə xanım, maraqlıdır. Siz bu sahəyə necə gəldiniz? Yəqin ki, bir hekayəniz var. Əlbəttə, hər kəsdə olduğu kimi. Ümumiyyətlə, mən ilk təhsilim maliyyədir və maliyyə təhsilini bitirəndən sonra müxtəlif yerlərdə, şirkətdə, bankda özümü sınaqdan keçirmişəm, işləmişəm. Texniki tərəfdən bir problem yox idi, yəni edə bilirdim, işləyirdim, amma sanki mental tərəfdən bir boşluq hiss edirdim daxilimdə. Əslində ondan öncə mən özümü sorğuluyurdum, amma bir yetişkin olaraq bəlkə də məni bu sahəyə gətirən ilk qığılcım orada yarandı. Mən özümü sorğuladım ki, mən bu sahələrdə işləmək istəmirəm. Nə məni sıxır? Mən harda özümü rahat hiss edə bilərəm? Buradan başladı mənim yolçuluğum. Ümumiyyətlə biz elə bir cəmiyyətdə yaşayırıq ki, adətən bizim həyatda edəcəklərimiz müəyyən qədər planlanır, müəyyən yaşa qədər. Bağçadan başlayırıq, məktəb həyatı, universitet, bəzən əskərlik, ailə həyatı, iş həyatı, amma insanın özünü sorğulamağa sanki bir vaxtı olmur. Baş o qədər qarışır ki, məhz bu dövrü tamamlamağa yaxın sən artıq başlayırsan demək ki, məni həqiqətən nə xoşbəxt eləyir. Mən həqiqətən özümü harda güvəndə hiss edirəm, nə edəndə tamamlanıram. Mənim bu sorğum əslində biraz erkən yaşlarda başlamışdı. Hətta xatırlayıram 16-17 yaşında hamımızın içində olan o hiss var, bizi narahat edir. Sanki bir yanğı kimi ki, mən axı nəsə etməliyəm, amma onu tapa bilmirəm. O nədir? Mənim bu yola gətirən başlanğıcım bu sualım oldu. Bəs 16 yaş, gənc, necə bu duyğular, bu hisslər, necə oldu? Məsələn, mən 35 yaşımdan sonra o sualı özümə verdim ki, mən neynəməliyəm, necə yaşamalıyam, məni daha çox nə xoşbəxt edir, mən seçdiyim işlərə görə də hər şeydə bir fərqlilik axtarmağa başladım. Gördüm ki, hər şey məni sıxır. Bax, siz 16 yaşında nə yaşamışdınız ki, hansı çətinlikdən keçdiniz ki, o hiss sizə gəldi və o sualı özünüzə verdiniz? Əslində, hamımızın qəlbində o pıçıltı var. Biz uşaqlıqdan hisslərimizlə yaşayırıq. Amma yaşımız artdıqca, təcrübələr artdıqca bizim xəyal dünyamız kiçilir, məntiqimiz böyüyür və daha çox realistik baxmağa başlayırıq. Dolayısıyla nə qədər öz daxili dünyandan tez uzaqlaşırsansa, o qədər əslində bir növ özündən də uzaqlaşırsan və sorğulama prosesi biraz ertələnir. Amma əminəm ki, hər kəs həyatının hansısa bir yaşında həyatını sorğuluyur. Durur, dayanır, keçmişə baxır, özünə baxır, ətrafına baxır, ailəsinə baxır, bir şeyləri sorğuluyur. Çox güman ki, mən qəlbimlə o bağlantını hiss edə bilirdim o yaşda. Bəlkə itirməmişdim, bilmirəm, amma bir də ki, bəzən o bir sorğulama, sakit bir sorğulama olmur. Yəni sənin içini yeyir. Axı mən niyə gəlmişəm dünyaya? Bu sualın cavabı tez ya da gec hamımıza gəlir. Bəli. Düşünürəm ki, bəlkə də özümü dinləyə bildiyim üçün mən o yaşda onu eşidə bilmişdim. Bəs o seçdiyiniz sahə, peşə, hansı ki dediniz ki, maliyyəçi olmusunuz, bank sferasında çalışmısınız. Orada sizi narahat edən, o daha çox məsələn sahibkarlar da danışarkən o sözü deyir ki, mən 9-6 rejimindən bezdim. Məni o çərçivə yordu, o məhdudiyyətlər məni incitdi. Mən ona görə tamam fərqli, daha sərbəst seçimlər etdim. Sizdə necə?
Əslində orada avantajlar da var Bəli. idi. Mən insanı müşahidə etməyi sevirəm. Orada da çoxlu insan görürdüm. İnsanların davranışları, duyğuları, bədən dili, hətta davranışının altındakı duyğusunu görə bilirdim. Bu bir tərəfdən çox yaxşı idi mənim üçün, amma digər tərəfdən etdiyim o məsəl üçün əməliyyatlar mənə sıxıcı gəlirdi. Mən sanki özümü qəfəsdə hiss edirdim. Sanki mənim biraz duyğuya, daha çox insana toxunmağa ehtiyacım var idi. O arzumu yaşaya bilmirdim. Yəqin ki, o səbəbdən mən orada çox qalmadım. Səbinə xanım, baxın siz bu qədər pasientlər deyim də mən belə sizə müştəriləriniz müraciət edirlər. Sizin onları dinləyirsiniz və hardasa bir neqativlik olur. Mütləq ki, onların bir şikayətləri ilə bağlı müraciət eləyirlər. O şikayətlər sizə olur. Siz özünüz yaxşı kiməsə o yüklənəndə, kiməsə danışırsınızmı? Nədən motivasiya alırsınız? Özünüzü necə bəs xilas edirsiniz bu mənfi enerjilərdən, yüklərdən? Hissə cavablayım. Birincisi, insanları dinləyəndə yüklənmirəm. Çox qəribə bir şeydir ki, İnsanları hiss edə bilirəm, amma o yük məndə qalmır. Bu necə baş verir, bunu izah eləyə bilməyəcəm. Bəlkə də illərlə dinlədiyim zaman artıq peşəkarlaşırsan. Özümü harda tənzimləyirəm? Birinci, daxilən balansımı qoruyuram həyatda. Bunun üçün nə edirəm? Təbiətdə zaman keçirdirəm. Həyatda mənim üçün münasibətlərim çox önəmlidir. Ailə münasibəti, sosial münasibətlərim dostlarımla, özümlə tək keçirdiyim zamanın keyfiyyəti mənim üçün çox vacibdir. Bunları həyatda qoruyuram deyə başqa bir tərəfdə balanslaşdırıram özümü. Amma bir tərəfdən də mən özüm də peşəkar dəstək alıram hər zaman. Çünki mən hər zaman deyirəm ki, insanın insana ehtiyacı var. Çox yöntəm bilirəm, özümə praktikalar edə bilirəm, seanslar edə bilirəm və dəfələrlə etmişəm. Amma hər zaman da deyirəm ki, paralel olaraq da güvənə biləcəyiniz bir mütəxəssis olmalıdır ki, həyatınızda. Siz ona artıq özünüzü təslim edəsiniz və üzərinizdəki bəzi duyğular neytrallaşsın. Siz qeyd etdiniz, özümlə tək olmağı da bacarıram, sevirəm. Belə bir deyim var ki, tək əgər sən həyatdan zövq ala bilirsənsə, demək ki, sən artıq xoşbəxtsən. Bu fikrə münasibətiniz maraqlı olar. İnsanlara bir açar verim. Əgər daxili balansda olub olmadığınızı bilmək istəyirsinizsə, baxın görün. Tək qalanda özünüzdən qaçırsınızmı, sıxılırsınızmı? Telefonsuz ya da bir insansız özünüzlə baş-başa zaman keçirə bilirsinizmi? Özü ilə balansda olan insan əksinə bu halda özündən enerji alan insanlardır. Daxildən sanki bir şey axır, bədənin yenilənir, hüceyrələrin yenilənir və təzələnirsən. Amma əgər özünüzlə olanda sıxılırsınızsa, deməli hələ özünüzlə üzləşmədiyiniz tərəfləriniz var. Onun üçün sizə müraciət edirəm. İndi elə bir müasir zamanda yaşayırıq ki, mənbələr çoxdur. Biz bəzən hətta bir mütəxəssisə müraciət etməsək belə, doğru bir mənbədən doğru bilgini əldə edə bilsək, o zaman belə sakitləşə bilirik. Son zamanlarda bu aqressiya nəyə görə bu qədər aktivləşib və şiddətli olmağa başlayıb, böyüyüb? Ümumiyyətlə, son zamanlar, müasir dövrdə insanlar hər zamankindən daha yüklüdülər. Desəz ki, fiziki mi, mən deyərəm ki, əksinə mental olaraq. Yəni, birincisi, insanın fokusu hardadırsa, enerjisi də oradadır. Və bizim müasir zamanda fokusumuzu dağıdacaq həddən artıq çox şeylər mövcuddur. Məsələn, sosial media. Siz hətta əlinizə telefonu alıb, deyək ki, kiməsə yazmaq istəyirsiniz. Bu zaman sizin qarşınıza o qədər təkliflər gəlir ki, siz o adama yazana qədər bir də baxırsınız ki, sizə aid olmayan insanların videolarını izləyirsiniz və saatlarınız gedib. Bu deməkdir ki, sizin bədəninizdə olan enerjiniz gedir, sizin zehninizin fokusu dağılır. Yəni sizin həyat enerjiniz sizə lazım olmayan yerlərə gedir. Mən son illər müşahidə edirəm ki, xüsusilə son bir ildə insanların ciddi dərəcədə sosial mediadan sonra ümumiyyətlə fokusları dağılıb, aqressivləşiblər. Çünki yatanda da insanlar çox telefondan baxdığı zaman yatırlar. Oyandığı zaman da ilk əlinə telefonu alırlar. Eynən. Mən hətta bu yay sosial media detoks etmişdim. Bu mənim həyatımda o qədər ciddi dəyişim yaratdı ki, baxmayaraq ki, bunu edənə qədər də mən tənzimləyirdim. Özümə bir limit qoymuşdum, 1 saat 15 dəqiqə və onu keçmirdim. Hardasa 45 gün, 50 günə yaxın detoks etdim və mənim zehnim tamamilə sakitləşdi. Sanki rəflərdə yerinə oturdu düşüncələrim və yüklərdən azad oldum. Bütün yarımçıq qalan işlərimi tamamladım. Hal-hazırda insanlar
özlərinə aid olmayan bir çox bilgini beyinlərində yük kimi daşıyırlar. Siz başqa birinin videosuna baxıb oradakı kədəri üzərinizə alırsınız. Halbuki ona kömək də edə bilmirsiniz. Və yaxud da dünyanın başqa bir yerində baş verən hansısa bir hadisəyə baxırsınız, bütün həyat enerjiniz düşür. Biz nə etməliyik? Özümüzü qorumalıyıq. Biz eyni zamanda şuurlu varlığıq. Yəni hər şey təklif oluna bilər, amma kontrol hər zaman insanda olmalıdır. Biz qeyd etdiniz ki, mən detoks etdim sosial media ilə bağlı. Bəs bu işi telefondan olan, yəni sırf telefonda olmalıdır. SMM işləyən xanımları, bəyləri nəzərdə tuturam. Onlara məsləhətiniz nədir? Yəni bütün qazancları oradan gəlir. Necə edək? Şəxsən mənim özümdə də o hisslər var. Necə mən onu ata bilərəm? Ənnar xanım, mənim öz işim də telefon üzərindəndir. Yəni mən də sizdən biriyəm. Bütün buna rəğmən həyata bir fasilə verməyi də bacarmaq lazımdır. Bu biraz cəsarət istəyir. Görsənməmək, kənara çəkilmək, heç kimi görməmək. Əlbəttə ki, bu asan deyil. Mən bu qərarı verəndə ilk başda çox böyük rahatlıq yaşadım. Müəyyən bir zaman sonra təbii ki, hansısa bir duyğular səni aşağı çəkmək istəyir. Amma bunu fərqindəyəm. Hansı qorxudan gəlir, hansı qəlbdən gəlir. Və dolayısıyla bunu bildiyim üçün tənzimləyə bildim və özümə bir proqram qurdum. Hansı ki, indiyə qədər yarımçıq qalan işlərimi tamamladım, beynim çox rahatlaşdı, yeni layihələr düşündüm. Beyin bəzən durmalıdır. O zaman istirahət edir, dayan. O zaman bir müddət sonra siz fərah olursunuz və həyatınız daha keyfiyyətli olur. Ona görə mənə elə gəlir ki, sadəcə cəsarətli olmalıyıq, qorxmamalıyıq. Müəyyən bir dönəmdə. Son zamanlarda hər kəsin qarşılaşdığı bir şey var. Şuuraltı sən bunu qəbul etmisən, şuuraltı belə etməlisən, sən kainata bu cür mesaj göndərməlisən. Yəni bu nə dərəcədə doğrudur? Ümumiyyətlə insanları buna istiqamətləndirmək, buna fokuslandırmaq. Bu nə idi? Məsələn, gəldi insanlarımız ancaq buna deyir ki, şuuraltı. Gözləyirlər, işləmirlər, deyir mən şuuraltı. Düşünürəm ki, mənim bir il sonra məsələn bir avtomobilim olacaq. Və yaxud mən bir il sonra mən bütün borclarımdan azad olacağam. Mən kainata artıq öz mesajımı göndərmişəm və rəqəmlər qeyd edirlər ki, mən bunu bilmirəm. Nə 777-dir, 999-dur. Yəni bu aktual mövzudur. Bununla bağlı istəyərdim ki, siz geniş bir məlumat verəsiniz. Əlbəttə, sevə-sevə. Mən hətta şuuraltı ilə illər öncə bu sahədə olmadığı zamanlarda tanış olmuşam və bunun elmi tərəfi ilə tanış olmuşam. Ümumiyyətlə bu sahə o qədər dərindir ki, yəni insanlara bunun çatdırılma üslubu olduqca vacibdir və mənim əslində qırmızı bir xəttimdir. Çünki hər sahə elədir. Yəni gəlin baxaq, həkimlikdə də bu belədir, kosmetologiyada da belədir. Hər sahədə hər cür bilgini biz əldə edə bilərik, amma keyfiyyətli, güvənilir mənbə olduqca önəmlidir. Birincisi, şuuraltı sahəsi olduqca dərin bir mövzudur. Və həqiqətən də dəyişimin baş verdiyi yerdir. Ümumiyyətlə biz bilməliyik ki, şuur nədir? Şuuraltı nədir? Eynən. Mən bunu hardasa 8 il öncə öyrənməyə və həyatımda tətbiq etməyə başlamışam. Daha sonra insanlarla işləyib qısa zamanda böyük nəticələr görməyə başlamışam. Amma bunun çatdırılması doğru olmalıdır. Yəni burada böyük vədlər vermək lazım deyil. İnsanları yanıltmaq lazım deyil. Bu qədər dəyərli bir elmi biz bu qədər bəsitləşdirməməliyik. Yəni biz burada şuuraltıda nələr görə bilərik? Gəlin sizə onu izah edim. Bizim ümumiyyətlə hətta ana bətnindən, anadan olduğumuz zamandan 7 yaşımıza qədər proqramlanan bir sistemimiz var. Buraya bizim orqanlarımızın işləmə mexanizmasından tutmuş, həyatı qavrama sistemimizə qədər daxildir. Yəni bir uşaq bir gün doğulur, gözünü açır bir evdə. Təsəvvür edin, bu gün doğulmusunuz. Və nə baş verir? Ətrafınıza baxdığınız hər şey şuuraltıda proqramlanmağa başlayır. Məsələn, insanlar necə gülür? İnsanlar həyat haqqında nə düşünür? Həyat necədir? Yeməyi yeyəndə necə dadı gəlir? Hər şeylə bağlı şuuraltıda proqramlar formalaşır. Bu sadəcə duyğulardan ibarət deyil. Eyni zamanda davranışları da biz oraya proqramlayırıq, sonra rahat şəkildə istifadə edirik. Məsələn, velosiped sürməyə başlayan bir insan ilk başda bunu edə bilmir. Deyək ki, balansı tutmağa çalışır və s. Yıxıla-yıxıla öyrənir. Amma nə zaman ki, avtomatik oturur və sürür, hətta telefondan oynayır, hətta kənara baxır, deməli o artıq şuuraltı proqrama keçib. Məsələn, maşın sürəndə ilk başda biz musiqinin səsini azaldırıq, məsələn, və yaxud da çalışırıq ki, telefona cavab verməyək, amma bir müddətdən sonra avtomatik bu baş verir. Yəni, ümumiyyətlə, şuuraltının nə olduğunu birincisi biz tam dərk eləməliyik. Şuuraltı sadəcə
rəqəmlərdən, sadəcə müəyyən düşüncələrdən ibarət bir struktur deyil. Bütün bədənimizi idarə edən bir sistemdir. Biz gecə yatanda şuurumuz sönür, amma şuuraltımız aktiv qalır. Dolayısıyla onu daha dərindən tanımalıyıq. Yəni bu vərdiş deyil, dediyiniz kimi məsələn avtomobil idarə edərkən birinci musiqini aşağı eləyirlər, hətta telefonu istifadə edə bilmirlər, amma bir müddət sonra bunları çox rahatlıqla istifadə. Məncə bu biraz da vərdişə keçir. Haqlısınız. Eyni zamanda təkrarların nəticəsində yaranan proqramlar da şuuraltıya daxildir. Yəni yeni vərdişlər. Bunlar da bəli şuuraltıya daxildir, amma təzə doğuldunuz, Bəli. inanclarınız, dəyərləriniz, duyğularınız, düşüncələriniz harda formalaşırsa, bu bizim təməl şuuraltı proqramlarımız olur. Əgər məsələn doğulduğunuz ailədə pulla bağlı inanclar, deyək ki, məsələn çox pul qazanmaq üçün çox oxumalısan düşüncəsini eşidiriksə, bu bizim şuuraltımıza bu cür yazılır. Sorğulanmır, həqiqət kimi qəbul edir. Məsələn, şuurun məntiqi var, şuuraltında məntiqi yoxdur. Şuurda sorğulaya bilirik, şuuraltıda sorğulamırıq. Sadəcə qəbul edirik. Beynimizin ön hissəsində ayna neyronlarımız var. Gördüyünü kopyalayır. Məsələn, biz anamızın davranışlarını kopyalayırıq. Hətta bəzən mən çox qarşılaşıram, insanlar öz sevmədiyi davranışları valideynlərinin müəyyən yaşdan sonra özləri edir. Bunu ayna neyronlarımız kopyalayır. Yəni dolayısıyla bütün həyatı biz öyrənirik və bu proqramlar keçir şuuraltıya. Eynən çox doğru vurğuladınız. Məsələn, insan həyatda nəyə daha çox etiraz edirsə, o insanlar onun qarşısına çıxır, o problemlər onun qarşısına çıxır və düşünür ki, artıq mən bu səhvi etdim. Bu mənim üçün böyük bir dərs oldu və mən artıq bu səhvi etməyəcəm. Yenə, yəni bir müddət keçəndən sonra başqa bir görüntüdə, başqa bir yəni simada, danışıqda insan çıxır qarşısına, amma sonunda yenə onun nifrət etdiyi, onun görmək istəmədiyi tərzdə bir insanla qarşılaşır. Yəni bu şuuraltı onlara həkk olunur. O nədən asılı olan bir Sadəcə şey. Özümüz çağırırıq onları. Sadəcə uşaqlıqdan gəlmir. Uşaqlıqdan da gələ bilər. Həyatınızın hansısa bir anında da bir şey yaşaya bilərsiniz. Ümumiyyətlə şuuraltıda müsbət və mənfi emosiyalar depolanır. Bəli. Məsələn, bir hadisə yaşayırıqsa, onun duyğusu hələ də bizim bədənimizdədir. Gəlin mən sizə qısa bir praktika deyim, hər kəs bunu edə bilər. Məsələn, hal-hazırda həyatınızda çox xoşbəxt hiss elədiyiniz bir anı düşünün və hiss edin. O ana tam olaraq qayıdın. Həmin o andakı bədəninizə girin, o gözlərlə dünyaya baxın. Görəcəksiniz ki, orada nə yaşamısınızsa, nə hiss eləmisinizsə, eyni şəkildə indi də bədəniniz onu hiss eləyir. Bunun tərsi də işləyir. Neqativ bir duyğunu düşünün. Sizin çox üzüldüyünüz, travmatik bir hadisəyə qayıdın. Bədəndə yenidən o neqativ duyğular baş qaldırır. Bu bizə nəyə göstərir? Yəni duyğular yox olmur. Biz şuuraltıda bu arada zaman limiti yoxdur. Seanslarda biz bunu çox görürük ki, o ana qaydanda o an nə yaşayıbsa, 5 yaşında da ola bilər, 15 yaşında da ola bilər, heç fərqi yoxdur. Çünki zaman anlayışı yoxdur şuuraltıda. Duyğularla qayıda bilirik, xatirə ilə qayıdırıq və o zaman o hissi yenidən yaşayırıq. Bizim etdiyimiz iş odur ki, biz o duyğunu neytrallaşdıra bilirik xüsusi yöntəmlərlə və artıq o duyğu sizə ağırlıq gətirmir və o travmanı rahatlıqla işləyib götürmək mümkündür insandan. Məsələn, kimisə başına bir iş gəlir ki də biz bundan çox rastlaşmışıq. Mənim çox sevmədiyim bir kəlmədir. Deyirlər, yəqin o pis adam olub. Ona görə bu cür başına hadisələr gəlib. Bu nə dərəcədə doğrudur? Yəni insanların bu qədər qəlbini qırmaq, bu qədər kəskin səsləndirmək, bir də qarşındakı bilə-bilə ki, məsələn, bu şeylərdən uzaqdır, bu meditasiyadan tam dərk eləmir, hiss etmir. Ümumiyyətlə bu deyim nə dərəcədə doğrudur? Sən pis insansan, ona görə sən işlərində uğursuzsan və bu gün bir qəpiyin belə yiyəsi deyilsən. Bunu deyən insanlar bunu hansı niyyətlə deyir, hansı emosiya ilə deyir? Onlar bunu deyərkən nə hiss edir? İçində nəyə çatırlar? Birinci gəlin ona baxaq. Hələ bunun etik olmayan tərəfini qoyaq bir kənara. O insanın nəyə ehtiyacı var ki, bunu deyir? Deyərkən özünü mü dəyərli hiss edir? Hansısa kimisə adətən kimdəsə səhv görmək çox asandır. Hər zaman biz oxları özümüzə döndərməyə bacarmalıyıq. Ən cəsarətli insanlar oxu özünə döndərə bilənlərdir. Çünki kənardan əlbəttə ki, hamıya nəsə fikir deyə bilərik, mühakimə edə bilərik.
Biz bunu onsuz da həyatda dəfələrlə yaşayırıq ki, Bəli. bumerang qanunu, yəni nəyi göndərirsən onu alırsan və yaxud da insanlara nəyi diləyirsənsə onu yaşamadan da ölmürsən və yaxud da mühakimə etdiyin şeyi. Ona görə də ümumiyyətlə məncə niyyət çox vacibdir. İnsanlara hətta bir fikri belə yaxşı niyyətlə belə demək istəyirsənsə, doğru üslubla deməyi bilməlisən. Etik qaydalar var. Hər kəsin şəxsi sərhədləri var. Biz bir-birimizin şəxsi sərhədlərini qıra bilmərik və sosial münasibətlərdə bunlar çox qorunmalıdır. Hal-hazırda məsələn gəlin elə bunu yenə sosial media üzərindən götürək. Orada müəyyən qaydalar tənzimlənmir deyə, yəni sosial mediada kim necə istəyir rahatlıqla davrana bilir. Amma cəmiyyətdə gəlin baxaq. Biz bir ortamda olanda o sosial normalara riayət etməliyik, düzdürmü? Bəli. Və bu bizi nədənsə qoruyur. Demək ki, insanlar bunu hər kəsə bu fərdi olaraq düşür ki, okey, burada tənzimlənməyib, amma mən nə etməliyəm ki, mən öz üslubumu qoruyum, mən başqalarının qəlbini qırmayım. Yəni burada insanlar özləri ilə hamı dərinləşsə, heç başqasında nəyisə mühakimə etməz. Siz şəxsi inkişafla məşğulsuz, yəni o sahədəsiz. Bir insan özünü inkişaf etdirmək üçün nə etməlidir? Yəni siz ona necə köməklik edirsiniz? Hansı istiqamətləri verirsiniz? Gəlin birinci nə etməlidirə baxaq. Ümumiyyətlə insan sorğulamalıdır. İnsan həyatı sorğulamağa başladığı zaman bu sağlam sorğulamaqdan gedir. Mən ümumiyyətlə kiməm? Nə üçün gəlmişəm? Mənim hansı tərəflərim var ki, mən hələ onları kəşf etməmişəm? Mən əgər ki, bilirsiniz, insanın özü-özünə maraqlı olmalıdır. Biz elə maraqlı bir quruluşuq, varlığıq ki, yəni ömrü boyu özümüzü öyrənməyə zaman ayırsaq yenə də yetməz. Çünki özünüzü tapdıqca ümumiyyətlə bütün münasibətləriniz gözəlləşir, karyeranız gözəlləşir. Yəni həyatda tamlana bilirsiniz. Biz isə bunu atmışıq qırağa, çöldəki dünya ilə savaşırıq. Halbuki o bizə heç bir şey qatmır, mənfi emosiyalardır. Mən ümumiyyətlə insanları daxili balansa gəlməyə dəvət edirəm. Daxili harmoniyaya. Bu da bir öyrənmə prosesidir. Ona görə məncə insan birinci sorğulamalıdır, sual verməlidir. Yəni hər gün eyni düşüncələrlə yatsaq, dursaq, eyni davranışlar etsək, biz yəni fərqli reallıq yarada bilmərik. Biz biraz həmişəkindən fərqli sual verməliyik. Sual vermək özü bir sənətdir. Bəli. Və nə qədər fərqli sual verdikcə fərqli cavablar gəlir həyatımıza. Bu bilirsiniz nəyə bənzəyir? Hər gün eyni yolu gedib başqa qapıya çıxmaq istəyirik. Bu mümkün deyil. Yəni yolu dəyişməliyik. Bəzən suallar dəyişməlidir. Biz necə kömək edirik? Mənim öz hekayəm çox uzundur bu nöqtəyə gəlib çıxana qədər, amma mən Səbinəni axtarırdım, daxilimdəki Səbinəni. Bu bütün şərtlərinizdən, sizin sosial statusunuzdan, sahib olduqlarınızdan fərqli bir şeydir. Həqiqətən özünüzü axtarmaq istəyirsiniz, onların hamısını bir kənara qoyun. O halınızla deyin ki, mən kiməm? Yəni sahib olduqlarınızla deyil. Hər şeyi bir kənara qoyduğum halda mən həqiqətən kiməm? Mən özümü tanıyırammı? Bu dərin suallar insanı daxili bir yolçuluğa aparır və bu yolçuluq uzun zamanlara, aylara, illərə sığır. Bir anda cavabı tapılmır, amma ən dəyərlisi də yolçuluğun özüdür. Mən bunu həm öz həyatımda təcrübə edirəm, həm də otağımda insanları dinləyərkən onların necə öz dünyalarına doğru getdiyini görmək mənə böyük zövq verir. Çünki insan çox böyük bir gözlə görülməz mücərrəd sistemlərdən ibarətdir və biz bu sistemləri görmədiyimiz üçün onların var olduğunu hiss edə bilmirik. Amma mən sizə deyə bilərəm ki, ən az uzun illər bu sahəni öyrənməyə zaman ayırmış biri olaraq münasibətlərində bir strukturu var, dəyərlərimizin, inanclarımızın, travmalarımızın, müsbət emosiyalarımızın hamısının zehnimizdə bir strukturu var. Onlarla necə işləməyi bildiyimiz zaman biz həyatımızı dəyişə bilirik. Biz insanlara onların özündə dəyişə bilmədiyi nöqtələri göstərməyə, eyni zamanda işləməyə kömək edirik. Yəni real dəyişimlər. Bu müsbət duyğular da ola bilər. Məsələn, bir hədəf qoymaq istəyirsiniz, o hədəfə çata bilmirsiniz. Gənclərdə çox olur, dil öyrənməklə bağlı ola bilir. İllərdir ki, ingilis dili öyrənmək istəyir və yaxud da bilir ki, idman yaxşıdır, amma idmana gedə bilmir. Buna müqavimətlər deyirik. Daxilimizdə müqavimətlər var. Bu da şuuraltının oyunudur əslində. Beynimiz bilir ki, yəni şuurumuz bilir ki, o bizə lazımdır, amma şuuraltı çəkir. Biz onun qaynağını tapırıq, onu neytrallaşdırırıq, davranış avtomatik dəyişmiş olur. Məsələn, istənilən fobiyalar da bizim şuuraltımızdan gəlir. Təyyarə qorxusu ola bilər, hündürlük qorxusu, bəli, klaustrofobiya.
Çox artıb son zamanlarda. Xüsusilə 2020-ci ildən sonra insanlarda ümumiyyətlə panik ataklar çox artıb, klaustrofobiyalar artıb, dar məkanda sıxılma, yəni hədsiz dərəcədə biz bu cür hallara, bu cür mövzulara çox rast gəlirik öz seanslarımızda da və bunu şuuraltı ilə işləyib dəyişmək mümkündür. Mümkündür. Bəli, bəli. Bəzən 1, bəzən 5 seansa qədər bunu tamamilə dəyişmək mümkündür. O nəyə görə dəyişir? Məsələn, insanın öz xarakterinə görədir. 1 seans, 5 seans deyirsiniz. Məsələn, elə adam var ki, 2 seansda artıq tamam düşünür ki, mən hazıram yeni addım atmağa, yeni həyata. Travmanın şiddətinə görə Şiddətinə dəyişir. görə. Bəzən olur ki, bir seansda tamamilə çözülə bilir. Daha çox bu tez baş verir açıqcası. Amma hər insan fərqli bir struktura malikdir. Biz hər insana fərdi yanaşırıq. Siz onu hiss edirsiniz ki, qorxmursunuz. Yəni nəticəni insan özü hiss edir. Bir də Səbinə xanım, baxın, bəzən insan baxırsınız ki, ay, hər şey var, hər şeyə sahibdir. Amma yenə də bir boşluqdadır. Yenə də özünü xoşbəxt hiss edə bilmir. Bəs bunun səbəbi nədir? İstədiyi hər şeyə çatıb, amma niyə xoşbəxt deyil? Çünki o insanın zehni və düşüncəsi çöldədir, çöl dünyadadır. Daxilə fokuslanmır, yönəlmir. Yəni necə gözümüz çölə doğrudur, amma gözümüzü yumanda biz daxilimizi daha çox hiss edirik. Bəzən hər şeyə gözünü yumub öz daxilinə getməlisən. Və nə qədər biz daxilimizdən uzaqlaşırıqsa, o qədər sahib olduqlarımız bizə dəyərsiz gəlir. Və yaxud da tərsi də olur. Bir müddət davamlı insanlar alış-veriş edirlər, davamlı nəsə alırlar, doymurlar, biraz da alırlar, amma bir müddət keçəndən sonra hiss edirsən ki, alırsan, amma o sənə zövq vermir. Əslində istənilən əşya insana balansda bir zövq də verməlidir. Əgər sən özün də tamamlanırsansa, bəli, əşya da sənə duyğu verə bilər, bir dadlı bir yemək də sənə xoş gələ bilər, bir qəhvə içmək də sənə... Amma heç bir şeyin ifratı bizə xeyir vermir. Yəni, nə çox bir şeyə çox fokuslu olmaq, onu ifrat dərəcədə istəmək, nə də tamamilə ondan imtina etmək bizi balanslı hiss etdirmir. Belə çıxır ki, biz qismət yoxdur. Biz öz taleyimizi, öz yolumuzu şuuraltı ilə dəyişə bilərik, öz yolumuza davam edə bilərik və xoşbəxtliyin açarı özümüzü tapmaqda və şuuraltımıza düzgün istiqamət verməkdədir. Ümumiyyətlə qismət varmı? Qismətə inanırsınızmı? Təsadüflər, qismət, yəni bunlar varmı? Yəqin ki, həyatımızda yaşadığımız müəyyən anlar bəlkə də bizim taleyimizin bizə verdikləridir, amma əminəm ki, Allah insana bir iradə gücü verir, özünü tanıma gücü verir, özünü axtarma fürsəti verir və sorğula deyir. Sorğula demək insanın özünü sorğulamasıdır əslində. Yaşayacağım 2 önəmli hadisə arasındakı boşluqda mən öz şuurumla seçirəm ki, nələr edim, nələri dəyişdirim, özümdə hansı zəif tərəflərimi görüm, nələrimi düzəldim. Yəni fokusu özümə döndərə bildiyim zaman qismət başıma gəlsə də, mənim ona verdiyim reaksiya fərqli olur ən azından və daha balanslı birinə dönmüş oluram. Allah Taala deyir ki, mən səni yaratmışam, amma sənə ağıl da vermişəm. Bəli. Artıq onu düşünmək sənin öz öhdəndədir. Ey bəndəm. Bəli. Doğrudur. Bilirsiniz nəyə bənzəyir Elnarə xanım? Bəli. Biz hamımız doğulanda sağlamıqsa deyək ki, əzələlərimizlə doğuluruq da, düzdür? Bu əzələlər illər keçdikdən sonra deyək ki, 20-25 yaşına gəldik, çatdıq. Əgər bir insana baxdığınız zaman onu əzələli görə bilirsinizsə, bu o deməkdir ki, həmin insan ondan istifadə edib, zəhmət çəkib. Yəni bədəninə baxanda onun zəhmətini görə bilirsiniz. Digər birinə baxanda tamamilə o insanı idmansız, baxımsız görürsünüz. Bunu Allah hər kəsə verir. Bundan necə istifadə etməyi biz insanlar özümüz seçirik. Yəni o qədər maraqlı söhbətlər edirik ki, çox Təşəkkür xoşdur. edirəm. Nə yaxşı qonağımız sizsiniz. Çox sağ olun, mənə də xoşdur. O qədər ətraflı, gözəl izahlar verdiniz. Mən əminəm ki, ekran qarşısında əyləşən hər kəs izləyərkən özünə o sualı verəcək ilk növbədə və bəlkə də bir qığılcım olur ki, siz onların həyatında böyük bir dəyişiklik edirsiniz. Bax, mənə maraqlıdır. Öz bu yaratdığınız Self Center var, öz inkişaf mərkəzi. Bununla bağlı başqa hansı xidmətlər var? Necə yarandı?
daha ətraflı danışın. Çünki mən əminəm ki, soruşacaqlar, görürsən harda işləyir Səbinə xanım, yeri hardadır? Bununla bağlı da məlumat verin, zəhmət olmasın. Bayaq da dediyim kimi, əslində Self Center mənim özümə yolçuluğun nəticəsində yaranan bir şirkətdir. Başda belə bir xüsusi planım, layihəm yox idi. Proses o qədər maraqlı getdi ki, hətta Mevlananın belə bir gözəl sözü var ki, sən yola çıx, yol sənə görsənəcək. Mən də illər öncə o iç səsimi dinlədiyim zaman bir yola çıxdım, amma önümü görə bilmirdim. Hətta nə zamansa belə bir şirkət quracağım, belə bir komandaya rəhbərlik edəcəyim açığı ağlımın ucundan keçmirdi. Çünki mənə maraqlı olan məni tapmaq idi. Yəni Səbinə həqiqətən kimdir, nəyi bacarır, nə üçün gəlmişəm dünyaya və o natamamlıq hissi ki mən dadmışdım, o duyğunu bilirdim. Və elə maraqlı gedişat baş verdi ki, mən bu gün öz insanların daxilində o natamamlıq duyğusunu yaşadıkları zaman onlara kömək edə bilirəm. Onların yolunu öyrənmişəm. Çünki bunu ilk başda özüm təcrübə etmişəm. Hər şeyin olsa belə, sən nə üçün gəlmisən sualı o qədər dərin sualdır ki, insan bir ömür buna bəlkə də zaman ayırmalıdır. Və Self Center-da bu cür quruldu. Mən ilk başda fərdi fəaliyyət göstərdim Azərbaycanda. Bundan öncə mən bu sahələri Türkiyədə yaşadığım illərdə orada öyrənmişdim. Mənim müəllimlərim var idi, təhsil almışam bu sahədə. Sonra Azərbaycana döndüm və fərdi fəaliyyətə başladım. Hətta bunu da sizə deyim, fərdi fəaliyyət göstərməmişdən öncə mən ilk başlarda müəyyən insanlar gətirirdim, hansı ki bu sahələri onlar izah etsin bizim cəmiyyətə. Belə deyim, pərdənin arxa tərəfində idim və daha çox təşkilatçılıq edirdim ki, xalqımız bu sahədə maariflənsin. Amma zamanla gördüm ki, bu sahə məndə çox yaxşı alınır, gözəl nəticələrim olur və fərdi seanslar qəbul etməyə başladım. Qısa bir müddətdə o qədər gözəl nəticələr oldu ki, həmin dövrdə televiziyalara dəvət aldım, radiolara və s. Sonra belə bir ideya məndə yarandı, sanki bir işıq yandı içimdə ki, bunu niyə bir komanda ilə etməyim? Bu illər öncə idi, təqribən 5 il öncə, 5-6 il öncə ilk bu qığılcım gəldi mənə və çox şükür bugün böyük bir komanda ilə biz insanlara öz şuuraltılarını necə dəyişmə yollarını göstərə bilirik. Yəni insanlar təsəvvür edə bilirsiniz, illərlə ata bilmədiyin duyğunu bəzən bir saatda tamamilə ata bilir. Sadəcə inanaraq, sadəcə güvənərək və təbii ki biz də bu güvənin qarşısında doğru və keyfiyyətli iş təqdim edərək bu nəticəni yaradırıq. Bütün neqativ duyğulardan təmizləmə mümkündür. Baxın, bir anda deyil. Burada insanları yanıltmaq doğru deyil. Mən insanlara böyük vədlər verməyi sevmirəm. Çünki reallıq var. Amma eyni zamanda bunu deyə bilərəm ki, çox ağır duyğulardan çox qısa zamanda azad ola bilərsiniz. Ümumiyyətlə bizim yaşlı nəsil, mən özüm də bir müddət psixoloqa getmişdim, müraciət eləmişdim, dostumuz var ona. Mənim anam deyir, ay bala, gedib o pulu niyə xərcləyirsən? Gəl otur, danış, mən sənə öyrədəcəm. Gəl otur, mən sənə deyəcəm nəyi düz edirsən, nəyi düz etmirsən. Niyə gedib o pulu xərcləyirsən? Yəni həqiqətən də bizim yaşlı nəsil bunu qəbullanmır. Çox vaxt qəbullanmır. Bax, sizin valideynlər, yəni ailə üzvləriniz, sizin sevdikləriniz, siz bu sahəyə gələrkən sizə nə reaksiya verdilər? Dedilər, otur, cəmaatın sənə dərdi lazımdırmı? Otur öz işində maliyyəçisən, nə ehtiyac var? Maraqlı bir nöqtəyə gəldik. Bununla mı qarşılaşmısınız? Mənim atam əslində bir fizikdir, fizika sahəsində alimdir. Anam isə həkimdir, amma illər sonra o zamanlar bu fürsət var idi, həkimlikdən psixologiyaya keçmişdi. Yəni bizim beynimiz, sağ beyin və sol beyin yarımkürələrimiz bir tərəf bizim məntiq tərəfimizdir, bir tərəf duyğu tərəfimiz. Mən hal-hazırda da şirkət olaraq məntiq tərəfini idarə edirəm. İnsanlarla işlədiyim üçün duyğu tərəfini idarə edirəm. İndi bunu nəyə gətirəcəm? Mən öz valideynlərimdən, atamdan məntiq tərəfimi almışam, anamdan duyğu tərəfini almışam. Şanslısınız. Məncə hamıda bu şans var, görmək lazımdır sadəcə. Və o beynin necə sağ və sol yarımkürəsi insanı tam edirsə, bugün bu şirkəti qurmağımda da əslində valideynlərimin gətirdikləri, mənə qatdıqları və dəstəyi çox böyük təsirləri oldu. Əlbəttə oldu. Çünki elə bir ailədən çıxmışdım ki, elimin içindən çıxmışdım. Bu da böyük bir elmdir deyə ona görə dəstəyi tam gördüm. Səbinə xanım, verilişi bitirmək istəmirəm, amma təəssüflər olsun ki, vaxtımız artıq yekunlaşır. Son olaraq sizə sualımız, Səbinə İbrahimlinin uğur kodeksi nədir? Çox düşünürəm. Bilirsiniz niyə? Bir sözə sığan cavab deyil mənim üçün.
Uğur kodu deyək də, düzdür? Bəli. Mənim şəxsi uğur kodum. İçimdə belə bir inanc var ki, hər şey hər zaman yaxşı olur. Hər şey nəticə olaraq mütləq yaxşı bitməlidir. Bu inancı məni bütün atdığım addımlarda ürəkli edir. Hətta orada qarşıma əngəllər çıxsa da, çətinliklər olsa da bir inanc var içimdə. Hər şey mütləq yaxşı olacaq. Və bu düşüncə bəlkə də mənim uğur kodum ola bilər. Təşəkkür edirəm Səminə xanım və sonda əlbəttə ki bizim ənənəvi bir sualımız var qonaqlarımıza. Verilişimizlə bağlı təəssüratlarınız. Çox gözəl və rahat bir ortam idi. Sizlə söhbət çox xoş idi. Düşünürəm ki, bu hələ bir başlanğıcdır. Eynən. Və uğurlarınızın davamını diləyirəm. Diləyirəm ki, bütün Azərbaycana səs salasınız. Gözəl nəticələriniz olsun. Mən burada özümü çox rahat hiss elədim. Çox sağ olun, minnətdaram. Həqiqətən biz də sizlə bir yerdə olmaqdan, gözəl diskussiya etməkdən çox məmnun olduq. Yenə gəlin, yenə İnşallah. qonağımız olun. Başqa maraqlı bir mövzularla əminəm ki, istəklər də olacaq bundan bağlı. Minnətdaram. Bütün deyir o hüceyrələrim, xoşbəxtlik hormonlarım, enerjim, hər bir şeyi dəyişdiniz. Ay nə gözəl, nə xoş mənə. Bildirəm. Tam relaksam mən. Yəni bundan sonra bir 3-4 verilişdə çəkə bilərəm. Möhtəşəmsiniz. Təşəkkür edirəm. Sağ olun. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərədək. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analoqu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.